Mayın 23-də ümumi çəkisi 14,6 kiloqramdan artıq narkotik vasitə, 2412 ədəd metadon həbi və 3000 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stop Narkotikaza verilən məlumata əsasən, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə saxlanılıb. Ölkə ərazisində qeydə alınan 53 əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 127 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir, deyə nazirlikdən bildirilir.